Biz keçən səfər sizə belə bir düstur izah elədik. Bir əsasdan başqa bir əsasa keçid düsturu. Yəqin xatırlayırsınız. Belə dedik də, dedik ki, log A əsasına görə B bərabərdir. Loqaritma C əsasına görə B bölünsün loqaritma C əsasına görə A. Düzdür? İndi diqqətlə baxın uşaqlar. Onluq loqaritma, onluq loqaritma. Mən bunu onluq loqaritma ilə ifadə edirəm. Yəni loqaritma 5 əsasına görə 14'ü belə yazıram. Loqaritma, yəni onluq loqaritma 14 bölünsün onluq loqaritma nə? 5. İndi fikir verin uşaqlar. 14 nə deməkdir? 2 vur 7 deməkdir. Düzdür? Onda bax sürəti yazıram belə. Loqaritma 2 üstə gəl loqaritma neçə? 7. Burada nə var? Loqaritma 5 var. Düzdürmü? Loqaritma 5'i biz belə yaza bilərik də uşaqlar. Loqaritma 10 minus loqaritma 2. Onu 2'ye böləndə 5 alınır mı? Alınır. Deməli biz bunu bu şəkildə yaza bilərik. Bu da bərabərdir. İndi qiymətləri yerinə yazaq uşaqlar. Loqaritma 2, onluq loqaritma 2 bizə A verib. A üstə gəl B. Bu bizə 1 verir. 1 minus B. Aydın oldu. Cevap ne oldu? Buna C var.